Bakı şəhəri Şuşa şəhərciyi Nur uşaq sığınacağında 1 yaşlı körpənin halı qəfil pisləşib və təəssüf ki, uşağın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Nur uşaq sığınacağı uşaqlar və analar üçün xüsusi qayğı ilə yaradılmış müasir və təhlükəsiz müəssisələrdən biri kimi tanınır. Burada analar uşaqları ilə birgə qala bilir. Körpələrin inkişafı və rahatlığı üçün hər cür şərait mövcuddur. Sığınacaqda tam təchiz olunmuş dərman otağı, tədris otaqları, rəsm və yaradıcılıq güşələri, oyun və istirahət sahələri fəaliyyət göstərir. Uşaqların psixoloji və fiziki inkişafı üçün sərbəst və rahat mühit yaradılıb. Onlar istədikləri kimi oynayıb və əylənə bilirlər. Hadisə ilə bağlı sığınacağın müdiri Aynurə xanım açıqlamasında bildirib ki, yayılan bəzi iddialar əsassızdır və məsələ kənardan göründüyü kimi deyil. Press Xəbər və Milli TV-nin əməkdaşları Nur uşaq sığınacaq mərkəzində olublar. Xudiyeva Aynurə Əjdər qızı Nur uşaq evinin rəhbəriyəm. Nur uşaq evində 34 uşaq var. Uşaqların bir qismi başladılar xəstələnməyə, qızdırma, üşütmə, qarın ağrısı. Təbii ki, hamısına müalicə olundu, həkimə aparıldı, müayinə olundu. Hamısına dava dərman yazıldı, özümüz də aldıq, xeyrsevərlərimiz də aldı. Sonra balacaları, digərləri çevirdilər qızılcıya. Yəni 7 dənə uşağımız da çevirdi qızılcıya, qızılca xəstəliyinə. O 7 uşaqdan biri də ömür balaydı. Ömürdə də qızılca yarandı. 7 uşaqların hamısı müəyyən bir vaxtlar ərzində başladılar düzəlməyə, yüngülləşməyə. Ömür də çox yaxşı düzəlmişdi, hətta oturub oynayırdı. Dünən ömürdə belə bir şey oldu, başladı xırıltı olmağa, belə xırıltı. Biz zəng elədik, gördük ki, xırıldayır bu uşaqda, yəni göyərmə var. Zəng elədik skoriya ki, aparaq xəstəxanaya. Skori gəldi, onda boğulmalar var. Skori gəldi, xəstəxanaya aparana qədər yolda rəhmətə getmişdi. Ömür çoxdan gəldi. Ömür bizə 5 günlüyündən bizdədir. Anası ilə qəbul etmişik ömrü. Ömür bala anası ilə qalırdı. Anası gəlirdi də, gedirdi də, yəni iş olanda gedirdi, iş olmayanda anası burada olurdu. Bəli, 5 günlüyündən ömür bala bizdədir. Biz saxlayırıq ömrü. Artıq 2 yaşın içində idi ömür. O hadisə olmaq deyilsə anası da. Bəli, anası da olubdu. Hətta prokuraturada, yəni xəstəxanada, yəni morqda hər birində anası iştirak edib. Sadəcə anası bu görüntülərdə görünmək istəmir. Uşaq burada anası gətirəndən sonra hadisə birdən-birə oldu, yoxsa ki, uşaq birdən-birə dəyişdi, anasını çağırdınız? Yox, o uşaqda, digər uşaqlarda da xəstəlik vardı. Sadəcə yüngülləşmişlər, ömür də yaxşı olmuşdu. Anası da buradaydı. Anasına hətta biz dedik ki, aparaq xəstəxanaya yatızdıraq. Anası da dedi ki, gedək. Sonra aparaq yatızdırmağa aparmaq istədik. Sonra uşağın birdən-birə vəziyyəti pisləşdi. Biz onda skor ilə çağırdıq ki, skor gəlsin. Skor da gəldi, lazımı tədbirləri gördü, hər bir şey elədi. Və nəfəs şüşə belə tutdular ki, nəfəsinə gördülər, nəfəsi gəlir. Aldılar qucaqlarına, düşün maşına üçün nəfəsə qoyarlar, çatdırırlar xəstəxanaya. Xəstəxanaya artıq çatanda dedilər ki, rəhmətə gedin. Bir övladı idi? Yox, ananın ondan başqa övladı da var. Amma nigahdan kənar olan uşaqdır deyə sadəcə ana istəmir ki, ortalıqda olsun, görünsün, tanısın. Ona görə, amma belə uşağın özü, anası yanında olubdur. Ana ilə qəbul etmişik biz uşağı. Yəni ki, bizdə adətən uşaq evində körpə sığınacaqlarda körpə uşağı, yəni biz qəbul etmirik, anasız uşaqlar. Anasız uşaqlar ki, hansı ki körpə uşaqlar ki, hal-hazırda bizdə var, biz onları anası ilə qəbul etmişik. Onlar bizdə anası ilə sığınıblar. Valideynlə birlikdə? Bəli, valideynlə. Bizim sığınacaq olaraq 3 yaşından yuxarı uşaqları saxlamağa icazəmiz var. 3 yaşından aşağı uşaqları saxlayırıqsa, o uşaqların anaları yanındadır. Burada qalır? Bəli, burada qalırlar, gedirlər, işləyirlər, gəlir. Ömrün anası da gedirdi, işləyirdi, gəlirdi, qalırdı. Yoldaşı ilə bir yerdə? Yox, yoldaşı yoxdur. Bildirdiyinə görə, yəni biz bilmirik onu, yoldaşı yoxdur, ayrılıb. Yox, deyəsən, nigahdan kənar olub, qeyri-rəsmi olub. Və orada da bildirdi ki, dünən prokuraturada deyəsən, ata tutulubdur. Uşaq ananın soyadındadır, bəli. Teşekkür ederim. Sağ olun.